bağışlayan və mehriban Allahın adı ilə. Həqiqətən biz onu Qədr gecəsində nazil etdik. Birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı. Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək hər bir işin təqdir, tənzim və sabit edilməsindən ötürü yerə enər. O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və Allahın rəhməti də olar. Və o gecə mələklərin yer üzündəki məsumu və salih bəndələri salamlama gecəsidir.